Bir dənə xahiş eləyirəm. Mənim qızlarımın gözəlliyinə baxın. Gəlin bura. Əsnad gəl. Wow, tarz, bebek tarz. Atdan bir dənə Əsnad kepqava baxaq. Çox şirindir. Mükəmməl kombin, süper ötesi. Məryəm gəl. Deyir bir dənə poz verin belə çək məni. Şöp, sən get. Məryəm gəl Məryəm. Wow, tarz. Əsnad kimi gözəl bir dənə poz ver bizə. Allah. İndi Rabia Hanım sahneleri Buz Kraliçesi. Vay be süper. Möhtəşəm. Papağın üzləri gizlanıb, yüzlərini görə bilmiyoruz arkadaşlar. Çox gözəl olmusunuz uşaqlar. Sizdə də belədir. Uşaqlara paltar alırıq. Üstündən çox keçmir, heç 10 gün keçmir, aldığım paltarın balağı qısa gəlməyə başlayır. Aldığım şalvarlar qısa gəlməyə başlayır. Əlim ağzımda qalır ki, bunu təzə almışdıq. Nə tez böyüdülər, maşallah, sürətlə böyüyürlər. Bugün paltar alsa, sabaha geyinməyə onu çatdırmırsan. Burada hal-hazırda Brent House-dayıq. Bəzi mamaşalar görürəm, misal üçün bir razmer böyük alırlar ki, əyinlərinə indi böyük olsa da, misal üçün uşaq vaxtı kurtka alardıq, mamamız deyərdi, bir razmer böyük al, gələn ildə geyinərsən. Prosta mənim ürəyim gəlmir, bəyənmirlər bir razmer böyük alanda. Mən də xam, onların sözünə uyuram və razmerlərini alıram. Ona görə də hər həftə geyim alış-verişindəyik, hər həftə bazarlıqdayıq. Amma çox qəşəng olublar. Rəylərdə fikirlərinizi gözləyirəm.